B qrup şəxsiyyət pozuntusu kateqoriyasına aid olanlar: birinci, antisosial şəxsiyyət pozuntuları, borderline şəxsiyyət pozuntuları, isterik şəxsiyyət pozuntusu və narsiz şəxsiyyət pozuntuları. Əslində biz birinci görüşümüzdə şəxsiyyət pozuntularının təsnifatı barədə qısa məlumat vermişdik və xatırlatmaq üçün bildirirəm ki, şəxsiyyət pozuntusu fərdin mənsub olduğu mədəniyyət normaları xaricində olan davranış tərzi və daxili təcrübəsidir. Yəni bu şəxsiyyət pozuntularının yaranma istiqaməti, yaranma səbəbləri məlum deyil. Amma şəxsiyyət pozuntusu halları insanlarda yeniyetməlik yaş dövründə yaranır, şəxsiyyətin həyatını zədələyir və demək olar ki, məhv edən bir amildir. Antisosial şəxsiyyət pozuntuları bizim hər birimizin tanıdığımız antisosial adından da görsəndiyi kimi sosial mühit üçün təhlükəli və yaxud sosial normalara əməl edə bilməyən pozuntulardır. Amma antisosial şəxsiyyət pozuntusunda sosiopatlıqla psixopatlıq arasında əlaqəli pozuntudur. Əsas simptomları patologiyalardır və antisosial şəxsiyyət pozuntusunun mühüm əlaməti əxlaqa zidd davranışlardır. Mütləq qaydada əxlaqa zidd. Antisosial davranışın mahiyyəti bunda dayanır. Fərd, şəxs, cəmiyyət arasında ailə, mühit, istənilən bir halda, istənilən bir məkanda əxlaqa zidd davranışlarla özünü ehtiva edir, ifadə edir. Və bunun yaranma səbəbi kimi antisosial şəxsiyyət pozuntusunun yaranma səbəbini isə çox təəssüflər olsun ki, hələ təsdiqi yetirilmədiyi bir ehtimal olunan səbəb mühit nəzərdə tutulur. Qeyri-normal mühit, yəni fərd bioloji, genetik, antigenetik səbəbləri üstünlük götürmürlər, mühiti nəzərdə tuturlar. Yəni antisosial davranış, şəxsiyyət pozuntusu mühitin nəticəsidir. Amma mən ehtimal edirəm ki, bu doğru nəzəriyyə deyil. Bu doğru yanaşma deyil. Çünki bizim təsnifatın adından görsəndiyi kimi də şəxsiyyət pozuntuları və biraz öncə də bildirdiyimiz kimi patologiyalarla, sosiopatlıqla psixopatlıq arasında qarşılıqlı əlaqə pozuntusudur. Şəxsiyyət pozuntusudur, amma patologiyalarla ifadə olunur. Əgər burada patologiya sözü varsa, sosial mühit bunun üçün realizə olunan bir məkan adlandırılır. Sosial mühit buna təkan verir. Antisosial şəxsiyyət pozuntusu mütləq qaydada irsi, genetik, antigenetik faktorlarla möhkəmlənir. Diqqətlə baxsanız, antisosial şəxsiyyət pozuntusuna mənsub olan, antisosial şəxsiyyət pozuntusu əlamətlərinə mənsub olan insanların spesifik sifət cizgiləri olur. Ekranda gördüyünüz şəkildə baxın. Birincisi, antisosial şəxsiyyət pozuntusu olan insanlarda qulaq sırğalığı adətən sanki yoxdur. Çox kiçik formada hiss olunmaz dərəcədə olur. Qulaq buradan bitişir üzə, amma sırğalıq var, amma hiss olunmur. İkinci, burun pəriləri, burun pəri kimi adlandırdığımız bu isə şəkildə də ox işarəsi ilə göstərilib. Onlar böyük olur. Burun pəriləri biraz böyük olur və vacib bir tərəfi ümumiyyətlə şəxsiyyət pozuntusu olan insanların başları bütün kateqoriyaya mənsub olan şəxsiyyət pozuntularının xarakterik bir haldır. Başın quruluşu frenoloji olaraq gövdəyə, bədənə nisbətən kiçik və maksimum yumru formada olur.